İndi dediniz ki biraz önce Razi Bey, Almanya səfiri ilə münasibətləriniz var. Soruşmusunuz mu səfirdən indiyə qədər ki, axı sizin ölkədə buna icazə verilirmi və yaxud da axı sizin ölkədə niyə imkan yaratmışsınız ki, bu yaramazlar oturub bizim əleyhimizə ağızlarına və ağızlarına gələni danışırlar? Mən açığı bu məsələlərlə bağlı siz həm ziyalısınız, həm də ayrı söhbətlərimiz olub. Mən bu söhbətləri burada açıqlamaq istəmirəm. Çünki niyə? Ona görə açıqlamaq istəmirəm ki, mənim də özümdə hələ bizim özümüzün, öz dövlətimiz tərəfindən atılan addımların nələr olduğunu bilmək istəyirəm. Çünki o görüşlərdə müəyyən suallar ortaya çıxır ki, o suallara mən cavab tapa bilmirəm, cavab verə bilmirəm. Cavab verə bilmədiyimə görə onlardan da doğru cavab ala bilmirəm, deyə biləcəyim bu hissədir. Ona görə də mənim üçün maraqlıdır ki, bu məsələləri öyrənim və mən doğrudan da bu məsələ ilə çox ciddi şəkildə belə çox narahatam və məşğul olmaq istəyirəm ki, yəni bizim istənilən halda bu məsələ ilə bağlı dünyanın müxtəlif ölkələrinin ən aparıcı hüquq şirkətləri var, vəkillik büroları var. Bu vəkillik büroları onları bir neçə ay ərzində sustura və çöktürə bilər. Ən azından onların Azərbaycana ekstrasiyasını həll edə bilməsə də, ən azından onları sustura bilər və onların yaşadıqları ölkənin hüquq mühafizə orqanları qarşısında məsuliyyət onlar üçün yarada bilər. Ola bilsin ki, hətta onların miqrasiya, onların pasportlarının və yaxud onların o yaşama hüququnun da ləğv olunmasına gətirib çıxara bilər. Çünki onlar orada siyasi məhbus statusu alaraq, siyasi sığınacaq aldıqlarına, hüquqşünaslar deyirlər ki, siyasi sığınacaq aldıqlarına görə onlara bir şey eləmək olmur. Belə bir hüquq yoxdur ki, sən siyasi sığınacaq istəmirsənsə. Onda biz hansısa bir Almaniya vətəndaşına siyasi sığınacaq verək burada. Gəlsin olsun Almaniya rəhbərliyini ağzını gələn danışaq. Alman dilində təhqir eləsin. Hələ mən bunu deyirdim ki, biz onda belə çıxır ki, Almaniyadan, Fransadan, bizim təhqir olunmuş söylədiyimiz ölkələrdən, Niderlanddan, nə bilim, Belçikadan, nə bilim, ayrı-ayrı ölkələrdən də olsunlar. Bu ölkələrdən o insanları, orada yaşayan insanları... Orada da narazılar var da, öz ölkələrindən, iqtidarlarından. Və onlar üçün şərait yaradaq ki, gedin onların da rəhbərlərini ən aşağı sözlərlə təhqir eləyin. Onlar buna dözəcəklərmi? Xeyr. O baxımdan burada incə məqam bundan ibarətdir ki, biz dövlət olaraq hansı hüquqi addımları atmışıq. Baş prokuror onları artıq istintaqa çağırır. Yəni, bu hissəsini bilirəm. Onlara qarşı sürülən cinayət işləri bəllidir ki, ayrı bəndər üzərində. Amma təhqirlə bağlı hələ ki bir şey görə bilmədim. Xüsusi ittiham qaydasında məhkəməyə verilməlidir. Bəli. Bu yəqin ki, amma mənə sevindirici oldu ki, artıq müəyyən addımlar atıb, yəni bizim prokurator orqanlarımız. Amma biz buna beynəlxalq hüquq firmalarını və vəkillik bürolarını cəlb edə bilmişik mi, cəlb edirik kimi edə bilərik. Azərbaycanda da bununla bağlı çox ciddi vəkil büroları var, vəkillər var. Mən düşünürəm ki, onların əməkdaşlıq etdiyi vəkillik büroları var dünyada. Bu məsələlər onlar cəlb olunmalıdır və onlar susturulmalıdır. Çünki onlar nəinki ayrı-ayrı şəxslərin təhqir etməklə onlara mənəvi ziyan vururlar. Onlar ümumilikdə Azərbaycan cəmiyyətini korlayırlar. Nəsli korlayırlar və eyni zamanda Azərbaycanda real bir normal siyasətin formulaşmasına maneçilik törədirlər. O baxımdan təbii ki, mən bu məsələdə çox narahatlıq keçirirəm. O insanları ağıllarını başlarına yığmağa dəvət edirəm. Söyüşlərdən əl çəkməyə dəvət edirəm. Və həm də müəyyən bir ortaya səmimiyyət qoymalarını istəyirəm. Bu səmimiyyət ondan ibarətdir ki, əgər siz bugün Azərbaycan xalqı adından danışaraq Azərbaycanda hüquq və bərabərlik, azadlıq, toplaşma barədə müstəqil məhkəmə barədə çağırışlar edirsinizsə və buna görə mübarizə apardığınızı, Azərbaycan xalqına xoşbəxtlik gətirəcəyinizi deyirsinizsə, bu qədər səmimisinizsə, onda niyə Azərbaycan xalqını hədəfə alan, Azərbaycan xalqının torpaqlarına göz tikən, Azərbaycanın suverenliyinə təcavüz edən, müstəqilliyinə təcavüz edən, Azərbaycan xalqını, Azərbaycan torpağını, Azərbaycan bayrağını,
Azərbaycanın qəhrəman əskər və zabitlərini, Azərbaycan ordusunu hədəf alan, linç etməyə çalışan, təhqirlər yağdıran o media orqanlarına, o dövlətlərə niyə cavab vermirsiniz? Bax, sonuncu məsələ. Doçevelinin yaydığı sənədli film, yayımladığı sənədli film və Almaniya prezidentinin sosial şəbəkə hesabında niyə cavab vermirlər? Niyə buna cavab vermirlər? Mən bizim verilişimiz başlamamışdan əvvəl o blogerlərin, o dırnaq arası, o yaramazların, mən onlara yaramaz deyirəm, o əxlaqsızların YouTube-dakı səhifələrinə bir göz atdım. Baxdım görüm hələ bu barədə nə danışıblar. Nə Qurban Məmmədov, nə Tural Sadıqlısı, hələ biraz az söyənlərdən söhbət gedir də. Nə deyək ki, o bizlərin ümumiyyətlə adı çəkilməli deyil. Bunların heç birinin səhifəsində bu məsələlərə münasibət yoxdur. Oturmuşsan Almaniyada, Tural Sadıqlı Almaniyada oturub. Qabil Məmmədov Almaniyada oturub. Yaxşı, Almaniya dövlətindən də sənin öz vətəninə, dövlətinə qarşı təxribat törədilib. Niyə səsin çıxmır? Niyə fikir bildirmirsən? Deməli, sənin məqsədin başqa şeydir. Deməli, sənin məqsədin hansısa yal müqabilində öz vətənini satmaqdır. Bu başqa adı varsa Razibə deyil. Yox, təbii ki, mən yəni bununla bağlı mövqeyimi dedim, kifayət qədər açıq şəkildə dedim. Bunlar yol verilməzdir. Onların atdığı addımlar ümumiyyətlə cəmiyyətimizi parçalayır. Və mən deyim ki, günü gündən də onlara, mən deyərdim ki, onlara qarşı şərhləri də mən bəzən indi vaxt olanda oxuyuram və görürəm ki, orada yazılan şərhlərin də aydan aya müqayisəsinə baxsaq, onları dəstəkləyənlərin sayı da azalmağa başlayıb. Onların baxanların və şərh yazanların və bəyənənlərin sayı azaldıqca onlar təhqirlərin dozasını artırırlar ki, daha çox tamaşaçı cəlb eləsinlər. Amma mənə belə gəlir ki, artıq Azərbaycan cəmiyyəti təhqirlərə, aşağılamalara və eyni cür formatın hər gün eyni cür cümlənin, eyni cür yanaşmanın təkrarlanmasına da artıq tamamən doyub. Onun üçün də onların bu siyasətinin apardıqları bu iğrənc siyasətin təbii ki sonu yoxdur.